Bugün Azərbaycan büdcəsinin 50% neftdən gələn gəlirin hesabına formalaşır. Neft fondunun ayırmalarının hesabına formalaşır. Biz 2025-ci ilin büdcəsində bəzi zəruri xərcləri azalda bilməməyimiz səbəbindən məcbur olub neftin bir barrel üçün qiymətləri $70 götürmüşük. Yəni riskli bir qiymətlər götürmüşük. Ona görə bütün bunlar hamısı düşündürücüdür. Bütün bunlar hamısı əsas verir. Bir daha deyək ki, bugünə qədər nə etmişiksə, çox işlər görmüşük. Mən bir daha təkrar etmək istəmirəm. Yaxşı nəticələr əldə etmişik, xüsusilə son 20 ildə. Amma bununla kifayətlənmək olmaz. Bu, bugünün işləridir. Sabah nə etməliyik? Sabah bugünə qədər gördüyümüzdən daha çox işlər görməliyik. Dəfələrlə çox işlər görməliyik real sektorun inkişafı istiqamətində. Yerlərdə iqtisadiyyatın inkişafı, yerlərdə biznesin inkişafı, kiçik və orta müəssisələrin qurulmasına elə bir şərait yaratmalıyıq ki, bu kütləvi xarakter alsın. İndi bir yerdə, bir regionda, bir bölgədə bir neçə müəssisənin yaranması və yaxud da bir müəssisənin qurulması bu hələ Azərbaycan məkanında yetərli, real sektor üçün yetərli işlərin görülməsi anlamına gələ bilməz. Bu o vaxt olacaq ki, bir rayonun ərazisində onlarla kiçik və orta müəssisələr qurulsun, iş yerləri açılsın. İnsanlar bunu görsünlər və başa düşsünlər ki, yerlərdə iş yerləri var və çıxıb keçsinlər bu Bakı şəhərinə axışıb gələn insanların bir qismi çıxıb gedib o yerlərdə işləsinlər. Bugün yerlərdə mən özüm bu cəmiyyətdə tanınmış adam, cəmiyyətin tanıdığı bir adamam. Ölkənin maliyyə sistemində rəhbərlik etmişəm. Yerlərdə bir insanı adi bir işə düzəltmək, yəni bir insanı işlə təmin etmək bugünün ən böyük müşküldür. Bir insanın əgər işi orada ixtisara düşürsə və müraciət edirlər, dəfələrlə olur belə. O, sanki olumla ölümün arasında qalacaq qədər bir həyəcan keçirir, bir narahatçılıq keçirir. Ki, əgər mənim işim bağlansa, yerdə başqa iş yoxdur. Mən məcbur olacağım, ailəmi də götürəm. Evimin qapısına da bir qıfıl vuram, gələm Bakıya. Ona görə yerlərdə real sektorun inkişafına, biznes müəssisələrinin qurulmasına, kiçik və orta biznesin inkişafına təkan verə biləcək addımlar atmalıyıq. Yəni bu meydanı yaradandan sonra o insanlar özləri qrup yaradacaqlar. O insanlar, bizim insanlar çox yaradıcı insanlardır. Bizim insanlar çox bacarıqlı və çalışqan insanlardır.